Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev. Президент Азербайджанской Республики господин Ильхам Алиев. Üçüncü MDB oyunlarını açıq elan edirəm. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3-cü MDB oyunlarını açıq elan edir və Gəncə şəhər stadionunda indi atəşfəşanlıq qaranlıq səmanı nura boyuyur. Belə bir sülh, əmin-amanlıq və sabitlik şəraitində Respublikamızın 7 şəhərində Gəncə ilə yanaşı Mingəçevir, Yevlax, Xankəndi, Göygöl, Şəki və Qəbələdə də maraqlı yarışlar gözlənilir.